Salamlayıram dəyərli və hörmətli media məkanında olan dilimizin kamil iştirakçıları. Təbii ki, əsrarəngizlik və panteizm, sonsuzluq, bütövlük dediyimiz varlıqlar kainatda ümumi olaraq özünü əks etdirir ki, bəs bu sistemi idarə edən qüvvə nədir və necə idarə olunur? Təbii ki, kainatı idarə edən qüvvə Allahdır və Allah öz daxili səs funksiyası ilə kainat sistemini bütövlükdə təbii qanunla uyğunluqlar əsasında idarə edən əlçatmaz, bənzərsiz bir varlıqdır. Belə ki, Allah sevgi dolu, hər şeyə toxunmaq qabiliyyətinə malik olan təbii bir prosesin gedişidir. Allah sevgi dolu, toxunulan hər bir şeyin özündə əks etdirən, təbii qanunla uyğunluqları həyata keçirən bir varlıqdır. Təbii ki, ixtiyari bir insan hər hansı ətrafında olan bir şeyə toxunursa, onu əldə etmək istəyirsə, mütləqdir ki, Allahı dərhal duya bilsin və duyduqdan da sonra onu rasional olaraq dərk etmək qabiliyyətinə malik olsun. Bilən ki, qaranlıq bir otaqda istənilən bir insanın görmədən istənilən bir hərəkəti edərək icra etmək qabiliyyətinə malik olduğu göz qabağındadır. Görmədən müəyyən bir iş icra edirsə, demək burada güclü duyum qabiliyyətinə malik olmalıdır. Bir qrup insanlar qeyd edirlər ki, Allah yoxdur. Amma onlar özləri də dərk edib anlaya bilmirlər ki, dedikləri yoxdur sözünün özündə Allahın təsdiqini icra edirlər. Çünki daxili məna maddi aləmdən ayrı ola bilməz. Əgər daxili məna maddiyyatdan ayrılarsa, boşluqlar yaranmış olar. Necə ki, bizim kölgəmiz bizdən ayrı ola bilməz. Dəyərli dostlar, Allah cəza verən, hesab çəkən, əmr hazırlayan bir qüvvə deyil. Allah özü ilə bir olan sevgi dolu hər şeyin içərisində olub insanlara daima yardım edən bir varlıqdır. Belə ki, Allahı sevməkdən ötürü mütləqdir ki, insan gərək Allaha ibadət etsin. Və eyni zamanda Allaha ibadət edərək təqvalı olmaq üçün yox, təqvalı görünmək üçün yox və yaşadığı mühit şəraitində sosial strategiya reputasiyasını